Salam 7-ci sinif şagirdləri, sizlərlə Seyid Cəfər Pişəvər adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Bugün mən sizlərə 7-ci sinif dərsliyinin ikinci bölməsindən üçüncü mövzunu, yəni çiçəkli bitkilərin orqanları gövdə mövzusunu izah eləyəcəm. Bundan əvvəl deməli kök mövzusunu izah eləmişdim. Həmçinin çiçəkli bitkilərin orqanlarını demişdik ki, çiçəkli bitkilərin orqanları vegetativ və generativ olmaqla iki qrupa bölmüşdük. Vegetativ orqanlara kök, gövdə, yarpağı aid eləmişdik. Generativ orqanlara isə çiçək, toxum, meyvəni aid eləmişdik. Vegetativ orqanlardan kök haqqında keçən dərs izah paylaşdım. İndi keçirik deməli gövdə dərsinin mövzusunun izahına. Deməli, gövdə vegetativ orqanlardan biridir. Gövdənin əsas funksiyası nədir? Gövdə bitkidə kök ilə yarpaq arasında əlaqə yaradır. Maddələrin də daşınmasında iştirak eləyir. Yəni bitkinin gövdəsi ilə maddələr yarpağa, yarpaqdan kökə doğru hərəkət eləyir. Həmçinin bitkinin uzunluğuna, eninə böyüməsində də gövdə iştirak eləyir. Gəlin indi açar sözlərə baxaq. Həmişə qeyd edirəm, açar sözlər bizim dərsliyimizdə bizə yol göstərir. Yəni açar sözlərdən biz başa düşürük ki, bugün nələr öyrənəcəyik. Zoğ, buğum, boğum arası və tumurcuq anlayışlarını biz bugün öyrənəcəyik. Deməli, bitkilərin gövdəsi müxtəlif vəziyyətdə ola bilər. Əksər ağac, kol, ot bitkiləri dik duran gövdəyə malikdir. Sarmaşan bitkilərin gövdəsi zəif olub dayağa sarılaraq yuxarı qalxır. Sürünən bitkilərin gövdələri də dik dura bilmir, yerin səthi boyunca uzanır. Deməli, biz buradan nə öyrəndik? Biz buradan öyrəndik ki, bitkilərin gövdələri dik duran ola bilər, dik duran, sarmaşan ola bilər, sarmaşan, dırmaşan ola bilər. Bu sarmaşanla dırmaşanın fərqi nədir? Sarmaşan, tutaq ki, bu bir dayaq olsun, bir budaq, bir divar, bir dəmir, nədirsə onun ətrafında gövdəsini bütün bu dayağa sarmaşdırır, sarır, elə bil ki, qucaqlayır. Dırmaşmaq o deməkdir ki, gövdəsinin müəyyən hissələri ilə tutdu bura, biraz gövdəsini qaldırdı. Sonra qalxdırdığı bu budaqdan başqa bir hissəsini bura dırmaşdırdı. Necə ki, divara dırmaşanda divarı qucaqlamırsınız ki, qolunuzu bir tərəfə qoyursunuz, sonra ayağınızı qaldırırsınız, müəyyən bir yerinə qoyursunuz, sonra o biri əlinizi qaldırırsınız, yuxarı bir yerindən tutursunuz. Elə də divara dırmaşmaq kimi fikirləşin ki, bitki də dırmaşır. Amma sarmaşmaq sarılır. Bütün gövdəsi boyunca neyinir? Başlayır gövdəni sarmağa, dayağı daha doğrusu sarmağa. Deməli, bitkinin vegetativ orqanlarındandır gövdə. O, bitkinin həyatında vacib funksiyaları yerinə yetirir. İlk növbədə bitkinin kökü ilə yarpaq arasında əlaqə yaradır. Qida maddələri, su və suda həll olunmuş mineral maddələrin hərəkətini təmin edir. Yəni, gövdənin əsas funksiyalarından biri budur ki, kök ilə yarpaq arasında əlaqə yaratsın, qida maddələrinin su və suda həll olunmuş mineral maddələrin hərəkətində iştirak eləsin. Bitkinin yerüstü hissəsini işığa doğru qaldıran gövdə özündə ehtiyat qida maddələri toplayır və vegetativ çoxalmada iştirak edir. Vegetativ çoxalma nədir deyə soruşsanız uşaqlar, yəni vegetativ orqanları vasitəsilə çoxalma. Məsələn, gövdə vegetativ orqandır, elə deyil, kök vegetativ orqandır, yarpaq vegetativ orqandır. Keçən dərs kökün əmələ gəlməsində nə demişdik? Demişdik ki, hər hansı bir zoğu torpağa əkdik, nəm torpağa. Bir müddətdən sonra o kök əmələ gətirəcək də əlavə köklərin üzərində də yan köklər əmələ gələcək. Və bu bitkini çoxaltdıq. Məsələn, qızıl gülü. Və bununla da nə elədik? Vegetativ çoxalma elədik. Yəni, vegetativ çoxalma deyəndə nəyi nəzərdə tutur? Yəni, bu vegetativ orqanlar vasitəsilə çoxalmanı nəzərdə tutur. Gövdə də vegetativ çoxalmada da iştirak edə bilir, ehtiyat qida maddədə toplaya bilir, amma ən əsas funksiyası köklə yarpaq arasında əlaqəni yaratmaqdır. Bu, onun digər funksiyalarıdır. Bitkilər gövdənin quruluşuna görə 3 qrupa ayrılırlar. Ağaclar, kollar, otlar. Ağaclar gövdələri oduncaqlaşmış və hündür, çox illik bitkilərdir.
ağaclar dedik, gövdələri nə olmuş? Oduncaqlaşmış, yəni daha qalın, daha möhkəmdir. Hündür, bir də çox illik bitkilərdir. Bəs gövdələr, kol bitkilərində gövdə torpaq səthindən çıxanda başlayır budaqlanmağa. Baxın, ağacda gövdə oduncaqlaşıb, yuxarı qalxıb, sonra budaqlanıb. Kolda isə fikir verin, gövdə torpaq səthinə çıxdı, çıxan kimi də başladı budaqlanmağa. Yəni ağacla kolun fərqi. Və bunlar oduncaqlaşmırlar. Otlar oduncaqlaşmırlar. Kolları izah edirəm. Kollar budaqlandı və onlar ağaclara nisbətən qısa gövdəlidirlər, çox illik bitkilərdir bunlar da. Ot bitkilərində isə gövdə zəifdir, oduncaqlaşmır. Amma onlarda da dik duran gövdə olur. Yəni oduncaqlaşmır o demək deyil ki, dik durmur. Yox, bunlarda da dik duran gövdə var. Sadəcə bunların gövdələri bir illik, yəni bu otlar bir illik ola bilər, 2 illik ola bilər, çox illik ola bilərlər və bunlarda çox illik olsalar da, yəni həmişə yaşıl olaraq torpağın səthində qalmır. Qışlayır, yeraltı orqanları şəkil dəyişmə formasında da ola bilər. Yazda yenidən əmələ gəlir o üzərindəki tumurcuqlardan. İndi tumurcuq haqqında da danışacağım. Deməli, gövdənin quruluşuna görə neçə qrupa böldük? Kollar, otlar və ağaclar. Ağaclar ən hündürü ağac idi, çox illik idi və oduncaqlaşmış idi. Sonra gəldi kollar, gövdə torpaq səthinə çıxan kimi budaqlanmışdı, amma ağaclarda daha yüksək hissədən budaqlanmağa başlayır. Sonra bunlarda da dedik ki, qısadır gövdələri, çox illikdirlər. Otlar isə 1 illik də ola bilər, 2 illik də ola bilər, çox illik otlar da ola bilər. İndi gəldik zoğ nədir? Üzərində yarpaq və tumurcuqlar olan cavan gövdə, yəni budaq da deyə bilərik uşaqlar buna. Yəni üzərində həm yarpağı olsun, həm tumurcuğu olsun, cavan gövdə, bu adlanır nə? Zoğ. Gəlin bu bizə ağac, kol, otu verib, onlara da baxaq. Məsələn, ağaclara palıddır, qozdur, misal göstərib dərsliyimizdə. Kollara moruq, itburnu kolu, otlara bağa yarpağı, gicitkəni aid edib. Bu da oldu otlar. Gəldik indi tumurcuğa. Dedik ki, zoğun üzərində yarpaq var, tumurcuq var. Onda bu nədir? Bu bir zoğdur. Zoğun üzərində həm tumurcuq olur, həm də yarpaq olur. Tumurcuq gəlin görək nədir? Yarpaq hara birləşir, tumurcuq hara birləşir, birləşdiyi yer necə adlanır? Zoğun yarpaq və ya tumurcuq birləşən hissəsi adlanır buğum. Baxın, görürsünüz, bura yarpaq birləşib, bu buğumdur. Bir dənə buğum. Burada yarpaq birləşib, bu ikinci buğum. Burada yarpaq birləşib, üçüncü buğum. Burada yarpaq birləşib, dördüncü buğum. Burada yarpaq birləşib, beşinci buğum. Bu zoğda 5 dənə buğum var. Hardan bildim? Hər buğumun, yarpağın və tumurcuğun yerləşdiyi yerə görə bildim ki, harda buğum, daha doğrusu yarpaq və yaxud da tumurcuq varsa, o gövdənin buğumudur. Dedik, yarpaq və ya tumurcuq birləşən hissəsi buğum adlanır. İki qonşu buğum arasında olan hissə isə buğum arası adlanır. İki qonşu buğum nədir? Bax, bu buğum, bu buğumun qonşusudur. Bunların arasında qalan yer buğum arasıdır. Burada 5 dənə buğum var. Neçə dənə buğum arası var? Gəlin sayaq. Buğum arasını başqa rəngdən qeyd eləyək ki, seçə bilək. Baxın, bir dənə buğum arası, 1, ikinci buğum arası, üçüncü buğum arası və dördüncü buğum arası. Deməli, biz buğum arasının sayını tapmaq üçün nə edəcəyik? Buğum, qısa-qısa yazıram, arası bərabərdir. Buğumların sayından 1 çıxaraq buğum aralarının sayını tapa bilərik. Həqiqətən də gördük 5 dənə buğum var. Bunların arasında, buğum arası nə idi? İki qonşu buğum arasında qalan məsafə. Ona görə də onların sayından birini çıxdıq. Və yaxud da bunu əl barmaqlarımızdan da deyə bilərik. Neçə dənə barmağımız var bir əlimizdə? 5 dənə. Bəs neçə dənə barmaq aramız var? Hər barmaqlar bir-birinə birləşəndə, aralar olanda 4 dənə arası var. Elə deyil. Buğum arası da belədir. İki buğumun arasında, yəni iki qonşu buğumun arasında qalan məsafə buğum arası adlanır. Buğuma nə birləşir? Yarpaq və yaxud da tumurcuq birləşir. İndi gələk tumurcuğun növlərinə. Zoğ üzərində yerləşməsinə görə, bir də inkişaf xüsusiyyətinə görə biz tumurcuqları qruplaşdıracağıq. Zoğ üzərində yerləşməsinə görə biz iki tip tumurcuqdan danışacağıq.
Təpə tumurcuğu, yan tumurcuğu. Deməli, necə dedik? Nəyə görə biz bunu qruplaşdırdıq? Deməli, zoğ üzərində yerləşməsinə görə. Necə qruplaşdırdıq? Təpə və yan tumurcuq. Yan tumurcuğu da qruplaşdıracağıq. Təpə tumurcuq nə iş görür? Təpə tumurcuq zoğun uc hissəsində yerləşir və hər zoğda bir dənə təpə tumurcuq olur. Baxın, işarələdim sizin üçün. Zoğun uc hissəsində yerləşir. Onun uzunluğuna böyüməsini təmin edir. Onda mən gövdənin bu hissəsini kəssəm, deməli uzunluğuna böyümə dayanacaq. Niyə? Təpə tumurcuğunu kəsdim, atdım axı. Deməli, bəzən bitkilərin uzunluğuna böyüməsini dayandırmaq üçün çox hündürlükdə əli çatmır onu. Nə edir? Götürür o təpə hissəsindən budağı kəsir. Kəsdiyinə görə artıq o boy artmır. Boy artması dayanır, yanlara doğru başlayır budaqlanmağa. Deməli, bizdən soruşsa ki, necə olur ki, gövdə uzunluğuna böyür? Zoğ üzərində olan, yəni uc hissəsində olan təpə tumurcuğuna görə. Yan tumurcuqlar yarpaqla gövdə arasındakı yarpaq qoltuğunda da yerləşə bilər. Bu adlanacaq qoltuq tumurcuğu. Baxın, bu yarpağın qoltuğudur. Burada olan tumurcuq da qoltuq tumurcuğudur. Bir də kökün, yarpağın üzərində inkişaf edən yan tumurcuqlar da var ki, bunlar da əlavə tumurcuqlardır. Deməli, yan tumurcuqların hansı növlərindən danışdıq? Yan tumurcuğun qoltuq tumurcuq növü də ola bilər. Bir də əlavə tumurcuq növü ola bilər. Əlavə tumurcuq uşaqlar həm kök üzərində, həm gövdə üzərində, həm də yarpaq üzərində rast gəlinir. Sual düşə bilər ki, hansı tumurcuqdur ki, bütün vegetativ orqanların üzərində rast gəlinir? Əlavə tumurcuq. Əlavə tumurcuq hansı tumurcuqlara aiddir? Yan tumurcuqlara aiddir. Qalan təpə tumurcuğudur, qoltuq tumurcuğudur. Bunlar ancaq zoğun üzərində olur. Yəni, kökün üzərində, yarpağın üzərində mən təpə tumurcuğuna, qoltuq tumurcuğuna rast gəlməyəcəm. Bunlar yalnız və yalnız zoğa məxsus tumurcuqlardır. Hansı tumurcuğa gövdədə də, yarpaqda da, kökdə də rast gəldim? Əlavə tumurcuğa. Buna da diqqət eləyirik. Bir də soruşa bilərsiniz ki, qoltuq tumurcuğu yarpaqda yoxdur? Yoxdur. Yarpağın qoltuğunda yerləşir. Bu buğum olan hissəyə birləşmiş olur. Yəni yarpaqda qoltuq tumurcuğu yoxdur. Sadəcə onun qoltuq hissəsində yerləşir. Yenə gövdənin üzərindədir. Amma əlavə tumurcuq yerləşir. Deməli, kökün də üzərində var, gövdənin də üzərində var, yarpağın da üzərində var. Bəs bu tumurcuq necə xarici təsirlərdən qorunur? Tumurcuğun üzərini onu xarici təsirlərdən qoruyan pulcuqlar var. Bu pulcuqlar əslində şəklini dəyişmiş yarpaqlardır. Yəni şəklini dəyişib tumurcuğu qoruma funksiyasını yerinə yetirir. Baxın indi burada tumurcuğun şəklinə. Baxın bu tumurcuq pulcuqlarını görürsünüz. Bunlar əslində şəklini dəyişmiş yarpaqlardır. Yerləşir tumurcuğun üzərində. Tumurcuğun daxilində olan hissəni qoruyur. Niyə qoruyur? Çünki onun daxilində rüşeym halında, yəni gələcəkdə yarpağa, gövdəyə, çiçəyə başlanğıc verən bir hissə var. Onu qorumaqdan ötürüdür tumurcuq pulcuğu. İndi gəldik, deməli, inkişaf tipinə görə tumurcuğun da növləri var. Hansılardır? Yəni ondan nə inkişaf eləyəcək? Bunu da deyəcək. Bax, zoğ üzərində yerləşməsinə görə tumurcuğun hansı növlərindən danışdıq? Təpə və yan tumurcuğu. İndi gəlirik inkişafına görə tumurcuğun növləri. Bunlara vegetativ tumurcuq, bir də generativ tumurcuqlar aiddir. Baxın, vegetativ orqan nə idi? Kök, gövdə, yarpaq. Generativ orqan nə idi? Çiçək, toxum, meyvə. Vegetativ tumurcuqdan gövdə, yarpaq və tumurcuq başlanğıcı olur. Yəni, onun içərisində gövdənin başlanğıcı, yəni gələcəkdə ondan gövdə əmələ gələcək və yarpaq başlanğıcı, bir də tumurcuq başlanğıcı varsa bu vegetativ tumurcuqdur. Ondan vegetativ zoğ inkişaf edir. Bəzi tumurcuqların içərisində çiçək başlanğıcı olur ki, bu tumurcuqlar vegetativə nisbətən iri və yumru olur. Onlar generativ tumurcuqlar adlanır. Generativ tumurcuq içərisindəki çiçək tək-tək də yerləşə bilər, topa halında da yerləşə bilər. Deməli, inkişaf tipinə görə biz neçə növ deməli tumurcuqdan danışdıq? 2. Hansı idi? Vegetativ, generativ. Vegetativin içərisində rüşeym halında nələr var idi?
gövdə, yarpaq, tumurcuq başlanğıcı var idi. Yəni bu tumurcuqdan vegetativ zoğ inkişaf eləyəcək. Zoğun üzərində də tumurcuq yarpaq əmələ gələcəkdir. Elə deyil? Bəli, vegetativ tumurcuqdan deməli vegetativ orqanlar əmələ gələcək. Generativ tumurcuqda isə çiçək başlanğıcı olur. Ondan çiçək əmələ gəlir. Və çiçəkdən də sonradan toxum, meyvə əmələ gəlmiş olacaq. Bu da oldu növləri. Vegetativlə generativin bir fərqi içərisində rüşeym halında olan hissələrə, ikinci bir fərqi isə generativ tumurcuq iri, vegetativə nisbətən iridir və yumrudur. Aydındır. Bu da oldu tumurcuğun inkişaf tipləri. Gəldik zoğun şəkil dəyişmələrinə. Şəkil dəyişmə, yəni olduğu formadan başqa bir formaya keçib, amma yenə də zoğdur. İndi hardan bilirik bu zoğdur, onu da deyəcəm. Xarici mühitin təsiri altında bəzi bitkilərdə zoğun yer üstü, yer altı şəkil dəyişmələri olur. Hansı şəkil dəyişmələr? Yer üstü şəkil dəyişməsi də ola bilər, yer altı şəkil dəyişməsi də ola bilər. Yəni gövdənin yerin üstündə olan hissəsi də şəklini dəyişib başqa formaya keçə bilər. Yerin altında olan hissəsi də şəklini dəyişib başqa formaya keçə bilər. Yerüstü şəkil dəyişmələrə tikanlar, bığcıqları misal göstərə bilərik. Tikanlar bitkini heyvanlar tərəfindən yeyilməkdən qoruyur. Bığcıqlar isə bitkini dayağa ilişdirərək yuxarıya qaldırır. Həmçinin də bundan başqa, bığcıqdan, tikandan başqa gövdələrdə ehtiyat su da toplana bilər. Məsələn, kaktusun ətləşmiş gövdəsində, baxın kaktusdur. Kaktusda iki cür şəkil dəyişmə var. Gələn dərs yarpağı keçəndə bax görürsüz bu tikanlar. Tikanlar yarpağın şəkil dəyişməsidir. Amma bu gün gövdəni keçdiyimizə görə ətləşmiş gövdəsindən danışacağıq. Ətləşmiş gövdəsində nə toplanır? Ehtiyat su toplanır. İndi gəldik, it burnu tikana çevrilib bunun gövdəsinin üzərində baxın, görürsüz, əslində bu gövdəsi idi, amma tikan formasındadır və bir də üzümdə məsələn bığcıq, baxın, dırmaşandır. Bayaq sizə çəkdim şəklini. Görürsüz, müəyyən bir hissədən dırmaşdı, üzümdə dırmaşan gövdədir. Bu da gövdəsi şəklini dəyişib. Hardan bilirəm ki, gövdə şəklini dəyişib? Baxın uşaqlar, görürsüz, gövdədən bir çıxıntı çıxıb, əslində bu budaq olmalıydı. Amma şəklini dəyişib bığcığa çevrilib. Görürsüz, belə burulan. Harda bir dayaq görür, başlayır ona dırmaşmağa və yarpağını işığa çıxartmağa. Yarpağını niyə işığa çıxardır? Çünki fotosintez eləyib üzvü maddə əmələ gətirməlidir ki, ondan qidalansın. Ona görə də bu kimi bunlarda şəkil dəyişmələr olur. Gəldik yeraltı şəkil dəyişmələrə. Yeraltı şəkil dəyişmələrə gövdə yumrusu, soğanaq, kökümsöv aiddir. Baxın, kökümsöv, gövdə yumrusu, soğanaq. Kökümsöv, yəni kökə bənzəyir, amma kök deyil. Bəs hardan biliblər ki, bu kök deyil, gövdədir? Bayaq tumurcuqlardan danışanda dedim ki, zoğ üzərində təpə, bir də yan tumurcuqlar olur. Gövdə üzərində, daha doğrusu kök üzərində təpə tumurcuğu deyə bir şey yoxdur. Yan tumurcuğunda qoltuq tumurcuğu deyə bir şey yoxdur. Kökün üzərində ancaq əlavə tumurcuq var. Bu kökümsovun üzərində təpə tumurcuğunu tapdılar deyə, rast gəlindi deyə bildilər ki, bu kökün şəkil dəyişməsi deyil, gövdənin şəkil dəyişməsidir. Eyni zamanda bu kartof var. Kartof gövdə yumrusuna aiddir. Hardan bildilər ki, bu ehtiyat qida maddə toplanan hissəsi onun gövdəsidir. Çünki kartofun üzərində də təpə tumurcuğu var. Soğanaq da elə. Onun da üzərində, içərisində o yarpaqlarının arasında deməli, təpə tumurcuğu var. Buna görə də bildilər ki, bu zoğun, yəni gövdənin şəkil dəyişməsidir. Bəs soğanın kökü hansıdır? Baxın, bax, görürsünüz bu hissələri. Kökü budur. Saçaqlı kök sistemində görürsünüz, əsas kök seçilmir. Bu da oldu, deməli, zoğun şəkil dəyişmələri. Hansı şəkil dəyişmələri var? Yer altı şəkil dəyişməsi də var, yer üstü şəkil dəyişməsi də var. Yer üstü şəkil dəyişməsi nəyə çevrilib? Ya bığcığa, ya tikana, ya da ətləşmiş gövdəyə, yəni ehtiyat su toplayan gövdəyə. Yeraltı şəkil dəyişmələrinə hansılara aiddir? Gövdə yumrusu, soğanaq, kökümsov. Bitkilərdə əzbərləməyəsiz uşaqlar, ətləşmiş gövdə desə kaktus, tikan desə it burnu, bığcıq desə üzüm, kökümsov gövdə desə çayır, gövdə yumrusu desə kartof, soğanaq desə soğanı misal göstərəcək. Dərsimizdə nə varsa mütləq olar öyrənməliyik ki, summativdə, monitorinqlərdə, fən müsabiqələrində bunları biz variantlar içərisində seçib yaza bilək.
Gəlin suallara da baxaq. Deməli, şəkildə verilmiş bitki zoğlarını nəzərdən keçirin. Buğumları, buğum aralarını, yan və təpə tumurcuqlarını sayın. Təpə tumurcuğu hərəsinin təpəsində yerləşən tumurcuqlardır. Buğum nə idi? Tumurcuğun birləşdiyi yerlər idi gövdəyə. Baxın, burada bir buğuma iki tumurcuq yerləşir. Burada da bir buğuma iki tumurcuq. Burada da bir buğuma üç tumurcuq. Hətta burada daha çox tumurcuq yerləşib. Görürsünüz uşaqlar? Yəni, ola bilər bir tumurcuq yerləşsin, iki, üç və daha artıq. Tumurcuq nədir? Tumurcuq içərisində gövdə və yaxud da çiçək başlanğıcı olan bir hissəsidir zoğun və yaxud da onun uzunla böyüməsində iştirak edə bilər. Məsələn, təpə tumurcuğu. Tumurcuqlar quruluşuna və yerləşməsinə görə necə qruplaşdırılır? Yerləşməsinə görə təpə və yan, quruluşuna görə, yəni inkişafına görə də vegetativ, generativ tumurcuq olaraq qruplaşdırılır. Öyrəndiklərinizi yoxlayın. Erkən yazda bağçada işləyən uşaqlar bağbandan yayda bol məhsul olacağını eşitdilər. Ağaclar, kollar hələ çiçək açmamışdırsa, bağban bunu nəyə əsasən dedi? Üzərindəki tumurcuqlara əsasən. Gördü ki, tumurcuqlar çoxdur və güman elədi ki, o tumurcuqlardan gələcəkdə çiçək inkişaf eləyəcək, çiçəklərdən də toxum, meyvə əminə gələcək. Mətndə yanlışları düzəldin, nəticənizi əsaslandırın. Gövdə yumrusu şəklini dəyişmiş, nazik gövdəli, tərkibində ehtiyat maddələri toplanmış zoğdur. Artıq nazik deyil, içərisinə ehtiyat qida maddəsi toplanır. Gövdə yumruları yerkökü və çuğundur bitkilərində olur. Yerkökü və çuğundurda gövdə yumrusu deyil, meyvə kökdür. O da kökün şəkil dəyişməsidir. Gövdə yumrusu kartofda rast gəlinir. Bu da oldu gövdə dərsimiz. Növbəti dərs kökü izah eləyəcəm. Suallarınız olarsa rəylərə yaza bilərsiniz. Sağ olun, gələn dərs görüşərik.